Hamınıza salam dostlar, necəsiniz? Bugün sizlərlə birlikdə 8-ci sinif biologiya 1-ci hissə səhifə 21-in tapşırıqlarını sizə izah edəcəm. Öyrəndiklərinizi tətbiq edindən öyrəndiklərinizi yoxlayın. Keratin saç, dırnaq, xəz, buynuz və lələklərdə rast gəlinən zilaldır. Müxtəlif pH qiymətində və müxtəlif temperaturlarla keratini parçalayan keratinaza fermentinin nisbi fəallığı qrafikdə göstərilmişdir. Gördüyünüz kimi dostlar, birinci və ikinci qrafik. Müzakirə edin, keratinaza hansı optimal pH və temperaturda yaxşı nəticə göstərir? Gəlin, baxaq dostlar. Ən yüksək nəticə pH-da 8-dir. Temperaturda baxaq. Temperaturda da təxmini 45 dərəcədir. Keçdik ikinciyə. Sizcə təcrübə zamanı hansı iki dəyişiklik keratinazanın aktivliyini göstərmək üçün istifadə edilə bilər? Dostlar, pH 8 ən yaxşı 8 olsa daha yaxşı olar keratinazanın göstəricisi və temperaturda isə 45 dərəcə olduqda daha yaxşı olur. Hər iki təcrübədə hansı iki şərt sabit saxlanılmalıdır? pH və temperatur. Öyrəndiklərinizi yoxlayın. Həzm fermentləri olmadan bəzi qidalar orqanizm üçün faydasızdır. Bu fikir doğrudurmu? Bəli dostlar, çünki fermentlər bildiyiniz kimi qidaları parçalayaraq onun tərkibində olan elementləri bizim qana sorulur. Məsəl üçün, karbohidrat fermenti olmazsa, karbohidrat bildiyiniz kimi nişastadan ibarətdir. Nişastadan ibarətdir. Fermentlər isə həmin bu nişastaları bölərək glikozalar əmələ gətirir. Və həmin bu glikozalar isə bizim bədənimizdə şəkəri tənzimləyir. Fermentlər necə fəaliyyət göstərir? Bəli dostlar, baxa bilərsiniz. İlk öncə fermentin parçalayacağı, məsəl üçün nişasta molekulunun bir hissəsi olsun. İlk öncə həmin nişasta molekulu fəal mərkəzə yaxınlaşır. Aminaza molekulunun fəal mərkəzinə və ona birləşir. Birləşdikdən sonra isə burada parçalanma baş verir. Yəni parçalanma dediyimiz rabitə qırılaraq 2 dənə glikoza əmələ gətirir. Həmin bu glikozaların birində OH, o birində isə H elementi olmur. 3. Temperatur fermentlərin fəallığına necə təsir edir? Müsbət dostlar. 4. Nə üçün qidaların əksəriyyətini soyuducuda saxlamalıyıq? İkinci əsaslandırın. Dostlar, bildiyiniz kimi fermentlər istiliyin nəticəsində aktivləşir. Aktivləşdikdə isə həmin bu maddələri rabitələri arasında rabitə zəiflədiyinə görə sonradan isə parçalanır. Bu isə qida üçün zərərli, yəni zəhərli hesab olunur. Amma bizim bədənimizdə isə parçalandıqda əksinə daha faydalıdır. Bu qədər dostlar, sağ olun, salamat qalın. Belə videoların çoxlu gəlməsini istəyirsinizsə, abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.